Yam yaralıyam, yaralıyam, yaralıyam. Beni koşum neden vurar? Erazili zaman vurar. Gelen vurar, giden vurar. Solan gülün misalıyam, solan gülün misalıyam. Ağlayam, yaralıyam, yaralıyam. Çıkıp keman iki neden, değildi o sineden. El üzmüşem Medine'den, hemişe Kerbela'lıyam, hemişe Kerbela'lıyam. Yaralıyam, yaralıyam, yaralıyam. Ben aşık-ı şehadetem, emir-i mülk-i vehdetem, fedai rahi izzetem. Bir aşıkın celalıyam, bir aşıkın celalıyam. Yaralıyam, yaralıyam, kömeklerin batıp kana, düşüp heresidir yana, sızıldanam yana yana, kine kimi nevalıyam, kine kimi nevalıyam. Yaralıyam, yaralıyam, yaralıyam. Gelir kanalıyam bacım, o sine dağlıyam bacım. Gözümü bağlıyam bacım, bir yere başı belalıyam, bir yere başı belalıyam. Yaralıyam, yaralıyam, yaralıyam. Kimim kalıp ki yar ola, dönem diren sağa sola. Balalarım bakır yola, Rügeyyeden aralıyam, Rügeyyeden aralıyam. Yaralıyam, yaralıyam, yaralıyam. Adın verir ürəklərə səfa əvvəl fəz. Adın verir ürəklərə səfa əvvəl fəz. Oladı canımız sənə qəda əvvəl fəz.
Ola bu canımız sənə fəda əvvəl-fəz. Adın verir ürəklərə səfa əvvəl-fəz. Adın verir ürəklərə səfa əvvəl-fəz. Ola bu canımız sənə fəda əvvəl-fəz. Ola bu canımız sənə peyami aramanini yazar qələmlər. Nəsimi Kərbəla ilə əsər ələmlər. Axanda çeşmələr daşar ürəkdə qəmlər. Suya baxanda eylərik nəva əvvəl-fəz. Adın verir ürəklərə səfa əvvəl-fəz. Adın verir ürəklərə səfa əvvəl-fəz. Ola bu canımız sənə fəz. Ola bu canımız sənə qiyamət etdi ərsədə o sərvi qamət. At üstə imtihan günü salım qiyamət. Kiçildi qamətün vəli ucaldı itrət. Rizayı həqqə ey olan riza əvvəl-fəz. Adın verir ürəklərə səfa əvvəl-fəz. Adın verir ürəklərə səfa əvvəl-fəz. Ola bu canımız sənə fəda əvvəl-fəz. Ola bu canımız sənə Qərindən ox dəyəndə şərəf hümasi. Olundu Ali Müstəfa qəm aşinası. Cəlalına salam ola Əli balası. Ki artırıb məqamını Xuda əvvəl-fəz. Adın verir ürəklərə səfa əvvəl-fəz. Adın verir ürəklərə səfa əvvəl-fəz. Ola bu canımız sənə ola bu canımız sənə Türabə saldı sahərin o qamikinə. Dedin himayət eylərən sol əlli dinən. O da düşüb baş əymədin münafiqinə. Edibdi Fatimə sənə dua əvvəl-fəz. Adın verir ürəklərə Adın verir ürəklərə Ola bu canımız sənə Ola bu canımız sənə fəda əvvəl-fəz. O himmətə, o qeyrətə, o şura qurban. Sənin tək ayrılıbdır kim sudan və bədşan. Su məşkün oxlananda ey şahid-i Qur'an. Gözündə kainat olub qara əvvəl-fəz. Adın verir ürəklərə Adın verir ürəklərə Ola bu canımız sənə fəda əvvəl-fəz.
Ola bu canımız sana. Hüseyin'i sesledin dedin garibem ey şah. Ali benim de geldi şah, yüreklerin ah. Dedi danış olum ağa, benimle agah. Bu yolda değildin eyledin eda ebel fez. Adın verir yüreklere. Adın verir yüreklere. Ola bu canımız sana feda ebel fez. Ola bu canımız sana. Yetirdin öz iradetün tamame kardeş. Sınıp başın düşüp yere emmame kardeş. Yaralı yatma dur gedək kıyame kardeş. Susuz hərəmlərin baxır yola əvvəl fəz. Adın verir ürəklərə səfa əvvəl fəz. Ləbteşinə verib canım, ləbteşinə verib canım, cananə Əli Əkbər, qurban ola ümmətlər. Ol canə Əli Əkbər, ol canə Əli Əkbər. Ləbteşinə verib canım, ləbteşinə verib canım, cananə Əli Əkbər. Ekber sen şibhi peygamberdin, sen şibhi peygamberdin. Ol şah cümben zerdin, sanki o şücayette hem Fatih-i Heyberdin. Ləbteşinə Hüseyin oğlu, ləbteşinə Hüseyin oğlu. Hem de ona yol verdin, canın ona bezmedin. Merdane Əli Əkbər, merdane Əli Əkbər. Ləbteşinə Ekber yoktu sana bir hemta, yoktu sana bir hemta. Emkân-ı şücayetten Abbas-ı Emir tek sen vardın o mehabbette. Yoktu sana misl olsun bir kimse melahette. Sendin bu güzellikte bir tane Əli Əkbər, bir tane Əli Əkbər. Ləbteşinə verib canım, ləbteşinə verib canım, cananə Əli Əkbər. Qurban olayım məndən, ol canə Əli Əkbər, ol canə Əli Əkbər. Əmr eylədi səd oğlum, əmr eylədi səd oğlum. Ol leşgeri bir ağrem, yetmişti ne gün Ekber. Bugün sizi avarem, lazımdı vurulsun oh. Yoktur dahi bir çarem, baktı hamısı yeşer. Fermane Əli Əkbər,
فرمان علی اکبر لبتش Kime attan yıkılan demde, attan yıkılan demde, seslerden Mevla'nı, kurbanı kabul olmuş, görsün o minanı, Şah-ı şüheda gezdir, hasretle tüm meydanı, ağlar gözüne baktı, Kurban-ı Ali Ekber, Kurban-ı Ali Ekber, Rabteşine verip canı, Rabteşine verip canı, Canı Ali Ekber, Kurban-ı Ekber meşhunu götürüp geldi, meşhunu götürüp geldi, hem itredi Zehra'ya verdi haberi enver, hem Zeynep Kübra'ya sen eyle haber başı, bu hali uyatmadan akmış nece görürsünüz her yana Ali Ekber, her yana Ali Ekber, Lebteş Ekber bu gemde edip nalem, bu gemde edip nalem, feryadı falan Zeynep saldı başına gare, hem geldi kemal Zeynep etfara haber verdi, göz yaşıyla Zeynep salmıştı seni yenildi. Hicrana Ali Ekber, Hicrana Ali Ekber. Ekber mehtahul eder nare, mehtahul eder nare, ağlar bu musibetten munisi olar Ekber, emruzi kıyamette ta gebri olar ölüşen, belki olar o hatten hüzzar eder lanet. Üdvana Ali Ekber, Üdvana Ali Ekber, Lebteşine verip canım, Lebteşine Ali Ekber, kurban ola ümmetler, olacağına Ali Ekber, olacağına Ali Ekber. Allah cezasın, Allah Allah. Peygamber oğlu peygamber nuruna, ahli beytinin nuruna salavat zikrediyor. Allahümme salli ala ey Muhammed. Zavvar Hüseyin'in, azadar Hüseyin'in salamatlığına, envablarının ruhuna salavat zikrediyor. Allahümme salli ey Muhammed. Ya Allah. Qatılan Hazreti İmam Hüseyin aleyhisselam ta beruzat qiyam qiyamet midam lanet hemşelam. Belə əhd eylə
eylemişəm, ey bacı cayananı biləyəm. Belə əhd eylemişəm, ey bacı cayananı biləyəm. Erşeyi Kerbelalı'da boyanıyım kanı bidayet. Boyanırım kanı bidayet. Çünkü bu camiye cennete şekerim şehdim layan. Bu sebepten susuz ölmeydiye çok cehdim layan. Alemi zerrede canına dile bir ettim layan. Veramaz eylediğime dile peymanı bileyen. Bacı ehdim bu dünyadan gerek kanına batayım. Kanuni ekberimin kanine şördile batayım. Can verip teşne gerek istikum üstünde yatayım. Cismime ruhum ile sine-i suzan bilayet. Bela Budu ettim ki Kur'an burada gerekmez silahyaz. Can veren ahde meydanda Kur'an kanı cilamayaz. Destamazım bile bu şart ile eskan bilayaz. Bela eylemişem düştü İbrahim eğer şöyle havayı eşkaya etmedi tavveri dert belayı eşkaya bir kurban ile geldi o minayı eşkaya gelmişem gelmişem ben buraya gitmiş ile kurbanı bilayım gel. Yok. Eylemişem ey bacı cananı bilayım her şey Öder boyanım kanı bilen çekmeden demişem şiirde şemşirle büyük Senceri tizine dur
nizələr tirlər. Məclisi vəslə qədəm qoymağa təlxirlər. Mən bu bəzmə gedirəm, başım ilə, canım ilə. Belə eyləmişəm, ey bacı cananım ilə. Belə eyləmişəm, ey bacı cananım ilə. Hər şeyi kərb-ü bəladan boyanım qalım ilə. Zörrədi cisməm lühcə-i xun içrəni caya. Təşnə verir suz ateşi abi həyat. İçmərəm gəl tutadın yar üzünü abi fəramut. Bəzmi vəsmə gedirəm, burada biyər şanı vilayət. Belə ey bacı cananım ilə. Belə eyləmişəm, ey vilayət. Hər şeyi kərb-ü bəladan boyanım qalım ilə. Həq yolunda susub ölmək deməzən məhdum mənaya. Gözümə oxtaya gəl, eyni mən bölübdüm mənaya. Oləmi eşki dəhən zəhmətin ol bölübdüm mənaya. Dözərəm yür belə zəhmətlərə bir canım ilə. Belə eyləmişəm, ey bacı cananım ilə. Belə eyləmişəm, ey bacı cananım ilə. Hər şeyi kərb-ü bəladan boyanım qalım ilə. Çəkmərəm minnət əqımdan, çəkərəm bu ateşi. Bacı eşq aləminin vardı belən kelişmə keşi. Səni bana samurət çəkəyənlər, cühtə zari həbəşin. Şam-ı şumi içrə əyani, şah-ı mərdanım ilə. Belə eyləmişəm, ey bacı cananım ilə. Belə eyləmişəm, ey bacı cananım ilə. Nəsi kərb-ü bəladan boyanım qalım ilə. Əhli Küfə yetirir zülmünü itmama bacı. Bədənimdə dəxti qoymazla qalan canıma bacı. Nizələrdən axırırlar başımı şama bacı. Bədənim yerdə qalar, kəkərir yalım ilə. Belə ey bacı cananım ilə. Ey bacı cananım ilə. Hər şeyi kərb-ü bəladan boyanım qalım ilə. Şamidə məclisi lənət qurana söz demərəyim. Küçəmi bami desəm səhv durana söz demərəyim. Xeyzəran çubinə qədri vuralar söz demərəyim. Bəzmi ağyar idəmən Kula bidayən dağıl bidayən.
بلا Zeynep Zeynep kardeş bilirəm ruzi cəzaya səninlə həşr gəlir başlarından şühədaya Sərani başıma cəm edərəm mən də xana gələrəm məhşərə bu zülfi pərişan biləyəm belə ey eyləmişəm ey padişahım biləyəm hər şeyi Ümmətə cümlə şəfaət edərəm mən səninəyə Kərbəladə bulaşan qalma pirahən iləyə Kömrüdünün yaxasından tutaram şivən iləyə İstərəm qalımı bu şaki giribanı bidayət belə Kərbəlada boyanır qalım bidayət Ya Hüseyin hövledi ya Məhdə yetişkim dağdaya Raciyem bir cəmidim Sənə vardır bağdaya Ağlaram olsa həyatım Nə qədər dünyadaya Allahümme salli ala Muhammedin ve ali Muhammed Euzu billahi mineşşeytanirracim Bismillahirrahmanirrahim La havle ve la kuvvete illa billahil aliyyil azim Ve efavuz amre ilallah İnnallâhe basirun bil ibad Elhamdülillahillezî a'zama ucurana bil buka والبكاء والتبكاء على خمسة نجباء الذين هم من أهل الكساء سيما عزعجه عن الأوطان وضيقوا عليه المكان الغريب العطشان والأسير الحيران وسلب العريان الذي قبره قلوب أهل الإيمان المدفون بلا غسل ولا أكفان أبا عبد الله الحسين عليه السلام ومن استشهد معهم ولعنة الله ولعنة الملائكة والإنس والجان على قاتلهم وظالميهم إلى يوم القيزان بالأعمال الثقلان أما بعد فقد قال الله الحكيم في محكم كتابه الكريم ومبرم العظيم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قال رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم
اللهم إنا نعوذ بك من قسوة قلوب وندعوك من غفلة التي تورث القسوة القلوب. ربي أعوذ بك من أن أكون من الغافلين. Selamun Aleyküm əziz möhtərəm cəmaət. Allah gələn qədəmlərinizə həsənat versin. Allah sizin də axirətinizi xeyrə mübəddəl eyləsin. Qardaşlarımızı ki, cəm olmuşuq, əlhəmdülillah. Əbu Abdullah Hüseyin əleyhissalamın əzasına İnşallah ki, burada hər kim, hər növlə xidmət eyləyər. Onların da Allah Teala onlardan qəbul eyləsin. Və qardaşım balası ki, inşallah ki, mərsiyə edilmək istəyirdi. Biraz üzürlü bilsin, istədi ki, tez başlayək. İnşallah sabahları, bəli, sən də deyərsən mərsiyyəvi və biz də inşallah qulaq asarıq. Və qardaşları ki, məsciddə xidmət eyləyirlər. Hələ qardaşım Kərbəlayı Paşa və yaxud da ki, Kərbəlayı İlham ad çəksək çox çəkər və yaxud bu işıqları ki, çıraqları ki, düzəltdilər, qardaşım balaları hörmət eylədilər, kömək eylədilər. Kərbəlayı Cavanşirdə yaddan çıxartmaq mümkün deyil həmçinin. Onların hamısının xidməti var və sizlər də gəlmişsiniz, vaqirə edirsiniz, Peyğəmbər məclisindəsiniz, Peyğəmbər əzasındasınız. Həzrəti İmam-ı Baqir əleyhissalam buyurur ki, indi buna siz nə iş gəlmişsiniz? Məhəbbətə görə gəlmişsiniz də. Allah o məhəbbəti salıbdır sizin qəlbinizə. Nə yaxşı ki, İlahi Bari Pərvərdigar bizim qəlblərimiz Əli və övlad-ı Əli məhəbbəti ilə yoğrulub. Birdən yoğrulmasaydı neylərdik? O da bir Allahın lütfüdür. Ağa İmam-ı Baqir buyurub ki, kim cənnət əhli olduğunu bilmək istəyirsə, bizim məhəbbətimizi öz qəlbinə, öz ürəyinə təqdim eləsin. Əgər qəbul eyləyirsə qəlbi, yəni Peyğəmbər ailəsinə xatir, o məhəbbət yandırır ki, ay Allah, mən bu Hüseynin əzasına gəlin və yaxud, ay Allah, nə cürünə məlunlar var idi ki, Peyğəmbər balasını qıydılar. Bunu əgər ürəklərinizdən keçirdinizsə, bilin, həmən o qəlbdə məhəbbət var. Onlarda ki, o qəlbdə ki, İmam Hüseyin məhəbbəti var, ona rəğbət olar və kim ki, İmam Hüseyin əleyhissalama zəvvar olarsa, deyir, ağa İmam Baqir ki, biz ona bir əhl-i beyt aşığı kimi ona yanaşarıq və onu axirətdə də bu cür tanıyarıq, o cənnət əhli olar. Və hər kim İmam Hüseynə zəvvar olması üçün fikir ver, səy eyləyər və ya ayaq atar, qədəm atar, arzusunda olar, buyurur ki, o şəxsi ki, əgər İmam Hüseynə səy göstərməyib, arzusunda da deyir, biliniz, onun imanında naqsanəlik var. Allah Kərbəlayılar sizə nəsib eyləyib qəlbiniz, imanınızın bütövlüyünü, onlar ki, ürəklərindən keçirdirlər ki, kaş mən də olardım Kərbəlada, Allah onların da imanını möhkəm eyləsin. Salavat Peyğəmbərin gözü. İbn Qavley Həzrət İmam-ı Baqir əleyhissalamdan və həmçinin Qutub-ül Rəvəndi də Həzrət İmam Cəfər-i Sadiq əleyhissalamdan rəvayət eylirlər, həmçinin İmam Baqirdandır. Deyir ki, Həzrət İmam Hüseyin əleyhissalam ki,
Mədinədən xaric olmaq istəyəndə Həzrət Peyğəmbərin bir zövcəsi var idi, Ümmü Sələmə. Gəldi Həzrətin məhzərinə ki, dəvələrin hazır edib çıxmaq istəyir. Gəldi, çatdı, dedi, ey evimizin işığı, ey bizim Peyğəmbərdən sonra ümidgahımız olan Hüseyn, bilirəm əzm eyləmisən, çıxırsan, özün də Kərbəla əzmindəsən. Amma cəddin Peyğəmbər demişdi ki, o Kərbəlaya ki, sən üz qoyarsan, Kufəlilər lə yufi, Kufəlilərdə vəfa yoxdur. Qardaşın Həsən, atan Əli, onlar övrəşiblər sizlərə vədə verib xilaf çıxalar. Bax, bəyənilməyən haldır kim vədə verə xilaf çıxar. Vədə verdin, bacarırsan vədə ver. Yox, bacarmırsansa, deyinən Allah kərimdir, bəlkəm kömək eylədim, bəlkəm kimsə. Amma vədəni verdin gərək yerinə yetirəsən. Əl-Muhim, Həzrəti İmam Hüseyn əleyhissalama xanımlar xanımı Ümmü Sələmə, Ümmül Müminin, müminlər anası dedi ki, ya Hüseyn, bəlkəm getməyəsən. Həzrəti İmam Hüseyn əleyhissalam buyurdu ki, ana, bilirəm ki, mən getsəm orada şəhid olacağım. Heç çarə yoxdur. Amma gərək gedəm. Niyə? Çün Allah-u Teala'nın əmrinə əməl eyləməliyəm. O ayə-i şərifə ki vardı, buyurur ki, وَبَدَّلْنَا بِزِبْحٍ عَزِيمٍ Ey İsmail'in, ey İbrahim, İsmail'i ki, qurbanını ki, əvəz eylədi qoyundan, onu biz böyük bir qurbanlıqla əvəz eylədik ki, onu da çox bəzi müfəssirlər deyirlər ki, o zibhin əzimdə olan məqsəd Xatəməl Ənbiyanın övladı Həzrəti İmam Hüseyn əleyhissalamdır. Dedi ki, o zaman ki biz vəd verdik, biz vədəmizə xilaf olmamalıyıq. Ana-i Mehriban, İstəyirsən mən sənə göstərim ki, ya, mən harada şəhid olacağam? Dedi, əlini deyir, sağ əlini uzatdı İraqa tərəf. Deyir, asimanlar çəkildi, pərdələr çəkildi, Kərbəla səhni açıq oldu. Həzrəti Ülyai Mükərrəmə, Ümmü Sələmən gözünün qabağında həmən o Kərbəla vaqiyyətini birər-birər Hüseynin harada düşdüyü, Əbəlfəzlin harada olduğu, Fəratın kənarında Əbəlfəzlin olmaqlığı və həmçən xeymələrin yerinə qədər göstərdi. Dedi, ana, bu əcildir, mən buna gedməliyəm. Dedi, bilirəm, bu Kərbəla toprağını deyir, o vaxt cəddim Peyğəmbər mənə vermiş idi ki, onu saxla, o yerdə Hüseynim şəhid olacaq. Deyir, Həzrət əlini atdı, həmən oradan bir ovuc toprağı götürdü, verdi ana-i Mehriban. Bu toprağı da tök həmən o qeyrurətəl fızzə, bu hədislərdə belə keçir. Gümüş şüşə qabın içərisində əhl-i sünnə qardaşlarımızın bu rəvayət vardır. Bu qeyrurətül fəzzənin içərisinə ki, Peyğəmbər tökdü qumi və verdi Həzrəti Ülyai Mükərrəməyə, dedi, bunu saxla yenə. O zamanın ki, gördün, bu hər iki qum qana dönübdür, bil yenə ki, mən şəhid olmuşam. Ana, ağlama. O zaman ki, gördün, bu iki şüşənin içərisində olan
topraqlar qana dönübdür bilginə ki, mən şəhid olmuşam. Salavat Peyğəmbərin. Buyurur Həzrəti İmam Sadiqdən Şeyx Müfid əleyhir-rəhmə yazıbdır ki, Həzrəti İmam Hüseyn Şaban ayının 3-də Məkkə-i Müəzzəməyə daxil oldu. Elə ki, daxil olanda qəlbindən bu ayələr keçirdi ki, oxudu. وَلَمَّا تَوَجَّهَ تَلْقَى مَدْيَنَ قَالَ عَسَى رَبِّي. Yəni, elə ki, Musa Mədiyən cəmaatı Mədiyən şəhərinə çatdı, üst tutub dedi, ümidvaram ki, ilahi, məni düz olan yola hidayət edəsən. Həzrət İmam Hüseyn əleyhissalam Məkkəyə daxil olanda, Məkkə əhli eşitdi ki, Həzrət İmam Hüseyn gəlib və ilk onun xidmətinə gələnlərdən biri Abdullah ibn Zübeyr idi. Sürən gün danışdım ki, necə ki, Mədinədən qaçdı Abdullah ibn Zübeyr. Çox güya sevinirdi. Və Məkkədə də gəlmiş idi ki, o Məkkə cəmaatından özünü şirin eyləsin, Məkkənin yaxınlığında bir ev götürmüş idi. Namazlarını Məkkənin yaxınlığında elə bir xuzuşuyla qılırdı ki, cəmaat bu vaxtlarda ki, beyyət eləyəcəkdi, beyyət istəyəcəkdi, deyə qoy cəmaat mömin kimi görsün. Amma nə qədər ki, Həzrət İmam Hüseyin oradadır, kimdir onu sayan? Ona görə gəlib Hüseynin xidmətində durmuş idi. Hicaz əhli Həzrət İmam Hüseynin yanında idilər və bilirdilər ki, bütün Məkkəyə xəbər çatdı ki, Hüseyn Yezidə beyyət eyləmədi. Oradan İraq əhlindən olan, indi o vaxtlar hətta Həzrət İmam Həsən əleyhissalamın şəhadət vaxtında ki, şəhid oldu Maviyyə tərəfindən, rəsalələr, məktublar yazdılar ki, ya İmam, biz Əbu Süfyan övladlarına Maviyyəyə beyyət eyləmək istəmirik. Ya İmam, gəl sən bizə İmam ol, biz beyyət eyləyək sənə. Həzrəti İmam Hüseyn onlara əmr eylədi ki, onların bütün suallarını rədd edirdi və deyirdi ki, gözləyin, vaxtı gələcək. Salavat Peyğəmbər. Gözləyin, vaxt gələcək, o vaxt mən sizə xəbər edərəm. Çünki bizə əlan səbir etməyə məmur edilmişik. Mühim, Kufə əhlindən olan Süleyman ibn Surad əl-Xuzayi. Salavat Peyğəmbərin gözü. Salam.Əkdə, otur hələ. Otur hələ. Süleyman Surad əl-Xuzayi bir evində cəm oldu. Gəldi Məkkədən Kufəyə. Kufə cəmaatını cəm eylədi. Cəm eylədi evinə. Dedi ki, xəbəriniz var, Hüseyn beyyəti etməyin. Və gəlin biz də əgər onun arxasında duracaqsa, daha qardaşı Həsən kimi onu qoyub qaçmayacaqsa, Əli kimi onu qoymayacaqsa, onun xidmətində, nüsrətində duracaqsa, çağıraq gəlsin bizə imam olsun. Və yox, əgər bunu eləyə bilməyəcəksinizsə qoyuna, deməyək. Hamısı dedilər ki, ey Süleyman, sən bizim baş bilənmiz.
yaz qoy gəlsin. Bir uzun tuğlanı bir namə yazdılar. Hətta təşbih var ki, deyirlər ki, o namə 3 metrə uzunluğundadır. Yəni, o vaxtlar vərəq belə açılırdı da, bir lülə şəklində açılırdı. Ki, 3 metrə uzunluğunda bir böyük bir risalə yazdılar. Və ora 600 nəfər qol çəkdi. Ki, ya imam, risaləni sizə üçün inşallah oxuyam ki, bununla da biləsiniz ki, Həzrət İmam Hüseyin əleyhissalamın gəlməyində məqsəd nə idi? Ərizənin məzmunu bu idi ki, yazdılar ki, biz Yezidə beyyət etməyəcəyik və Yezid və onun atasını biz fasik, facir və zalim bilirik. Pəs ya imam, sən kömək edək, sənə kömək edək və haqq izhar olunsun. Biz Yezidin, Muaviyyənin göndərdiyi Nü'man ibn Munzir Darül İmarədə bizə ki, vəli göndərib, biz onun da dalında namazda hazır olmuruq. Və sənin təşrif gətirəsən və bu Kufədə biz onu xaric edib Şam əhlinə mülhəq edib qovarıq. Bu naməni Abdullah ibn Musmi, Həmdani və Abdullah ibn Val vasitəsi ilə ya Hüseyin, sənin xidmətinə göndəririk. Deyir, namənin gəlib çatmağı barəsində bəzə deyir ki, 2-3 gün ərzində gəlib çatıb. Kufə ilə Məkkənin arası hardasa 1000-1200 kilometrdir. At yürüyüşü ilə və ilə axır görürsən ki, bu cürünə bir mübaliğələr də var. Yəni ki, atın ayağı ilə o heç olmasa bir həftəyə getməlidirlər, 3 günə deyir çatıb namə onları. Mühim, bu cürünə keçdi. Həzrəti İmam Hüseyin əleyhissalama namələr göndərildi. Başladı namələrin axını. 150 dənə bir namə gəldi. 2 gün keçmədi üstündən Hani ibn Səbi Səid ibn Abdullah el-Xəfi Həzrətin xidmətinə bir namə göndərdilər. Beləliklə namələr buyurulur ki, 6000-ə yaxınlaşdı. Və ondan da biraz keçməmiş idi ki, namələr artırdı. Namələrin birində yazırdı, ya Hüseyin. İndi mən deyəcəyəm sizə onları kim qol çəkmişik. Ya Hüseyin, atan əmir-el-müminin Əli əleyhissalamın ekdiyi ağacların meyvəsini dərən vaxtdır, dərilmə vaxtıdır. Sən bizə tərəf gəl və biz sizin haqqınızı düşmənlərdən alaq. Altında imza qoyanlardan biri də Şemiri bin Zilcavşən. Şemiri bin Zilcavşən. Həzrət bu namələrin 12.000-ə çatmağını görən kimi Həzrət bir namə yazdı. Həzrət bir namə yazdı və buyurdu ki, Bismillahirrahmanirrahim. Bu namə müsəlmanların, möminlərin və mömin şiələrin tayfasına Hüseyin bin Alidəndir. Amma bəd. Həqiqətən Həzrəti İmam Hüseyin yazdığı məktubdur bu. Həqiqətən Hani və Səd mənə sizdən çatan çoxlu elçilər və namələrdən sonra gəlib yetişdilər. Hamısının məzmunundan xəbərdar oldum.
Onlarda yazmışdınız ki, bizim imamımız yoxdur. Tezliklə bizə tərəf gəl, bəlkə Allah-u Teala sənin vücudunun bərəkətindən bizə haqqa hidayət eylədi. İndi budur, mən sizə qardaşım və əmim oğlu Əqilin oğlunu, Müslümü sizə tərəf göndərirəm. O yazıb mənə xəbər versə onda sizin aqil, rəis, əşrəf və böyükləriniz və namələrini icma etməsini bilinər. Bəs onda mən sizə tərəf gələrəm. And olsun Allaha. Xəlqin arasında Allah Teala'nın kitabı ilə hökm etməyən, xəlqin arasında ədalətlə rəftar etməyən, şəriətin müqəddəsatından qədəmini kənara qoyan və xalqı haqda saxlamayan imam deyildir. Ey Hüseyin aşiqləri, nəzər salın, bəyək dedim, namə yazan içərisində Şimridir. O zamanın ki, xeymələr yağmalandı, Şimri gəldi Həzrəti İmam Hüseyin əleyhissalamın xeyməsinin içərisinə. Çünki Həzrət Hüseyin gəlmiş idi ya. Gələndə çıxartdı namələri ki, ay köfəlilər, məni çağırmışsınız ki, mən gəlmişəm. Əgər məni qətl eləyəcəksinizsə, bu namələr kim yazıbdır mənə? Haradasınız? Şimr niyə girdi Həzrəti İmam Zeynəl Abidin əleyhissalamı ki, xəstə idi, dartdı çıxartdı bayra. Şimr niyə Peyğəmbər balalarının xeymələrini yandırdılar? Həmən o imzalar ki, yansın deyir. Ey Hüseyin aşıqları, imzaların yanmağı ilə yaddan çıxar, qəlblərdə imanımızda ki, var. Ələ lə'nətullah ələ qavmə zalimi. Su içer utanardı, o da bir günlerdi. Allah görmür, Kərbəla görməyənlərə Kərbəla-i Məlnan nəsib eləsin inşallah. Onların dilindən oxuyuram burada. Kərbəladan dolanardım, o da bir günlər idi. Su içərdim, utanardım, o da bir günlər idi. Orada Zəhra xanımın dil yaranı yarıyatı. Orada Zəhra xanımın dil yaralı yarıyatı. Yara ərz eylədim əmma gülü bir xariyatı. Ağasından aralı qolsuz ələm dariyatım. Doğranıb qaməti səqqa kiçilən yerdi ora. Əsqərin teşnə boğazı biçilən yerdi ora. Ay Kərbəla, ay Kərbəla, Üsəra
qolları bağlı Üsara qolları bağlı Dolanan yerdi oran Zeynəbin saçları qana boyanan yerdi oran Xeymələr şölə çəkim Odda yanan oradır Yarı gün ərzində Zeynəb qocalan yer oradır Ağamın qızlarına Ağamın qızlarına Qəmçi dayan yer oradır Balalar qəmçilər altında Ölən yer oradır Gecə tarixçilər deyirlər Həzrət-i Qasim gecəsi İstəyirəm bir neçə dəqiqə Həzrət-i Qasim rozəsi oxuyam sənə Şəhidlərimizin də ruhi şad olsun İcazə ver Həzrət-i Qasimin anası ilə olan söhbətidir meydana gedəndə İcazə ver sal yola məni ey ana Xuda hafiz Durubdu amadə qətlimə Əşqiya Xuda hafiz Gəl eylə şamə bu zülfimi Gəlmə belə əfqanəyim Anacan gözümə çək sərmə qoy Gedim bu bəlalı meydana Batım bu çöldə Cavanəm oğlum kimi Qızıyım qanəyəm Anası Leyla'yəm Səndə olsa da Xuda hafiz Yola sal məni ey anam Xuda hafiz İcazə ver sönəcəm Alati por şararam anam Sepahe çuvra amum kimi Şurilaya belvele sallan Əmim oğlunun qanını alayım Ya bugün şəhid olan Mürəqqəs eylə camani sal yola Xuda hafiz Bir dənə şey oxuyum, diz vurma hələ Allah qoysun məhsiyyət oxuyacam sənə Nə bax Əldən qələm Dildə muhəm Bu gecə ilticaya gəlmişəm Hüseyin Doğramıyam çoxdur ağa
در جه و دوایه gelmişem Hüseyin gelmişem Hüseyin ağam Hüseyin ağam Hüseyin sana ola feda atam anam Hüseyin ağam Hüseyin ağam Hüseyin sana ola feda atam anam Hüseyin atam Hüseyin mehabbetün sağerini bir ömrüdü eline almışam Hüseyin vurublar çok dil yarası veli ki dergahı ve kalmışam Hüseyin kalmışam Hüseyin bir ömrüdü onlar sürünmüşem Qapımda ağlayıp ne kalmışam Hüseyin ağam Hüseyin ağam Hüseyin sana feda olatım anam Hüseyin atam Hüseyin قاتلان ابا عبدالله حسین تا به روز قیامت به دام لعنت جیمشو قاروی صاحب مشک و علم جیمشو قاروی صاحب مشک علم جلمشو ماتمه ای گل تنم جدم جلمشی ماتمه ای گل تنم جدم هممز مبتلا عاشقی کربلا هممز مبتلا عاشقی کربلا یا ابوالفضل یا ابوالفضل حامی یا ابوالفضل یا ابوالفضل bir de ya ابوالفضل جیمشوی قاربی صاحب مشک و علم جیمشوی قاربی صاحب مشک و علم جلمشی ماتمه ای گل تنن قلم هممز مبتلا عاشقی کربلا یا ابوالفضل یا ابوالفضل یا ابوالفضل bir de ya ابوالفضل یا ابوالفضل بیدیم بنده دل مرتضا آستانında senin bura bir ata Abd salih lakabın canı ve canlar feda İşte bu şiirleri kabri ve ey muhterem Hamımız müptela aşık-ı Kerbela Hamımız aşık-ı Kerbela aşık-ı Kerbela ya ابوالفضل ya ابوالفضل ya Kan dolan gözlerine meclise baksam gözün Kan dolan gözlerine meclise baksam gözün Kim muhaliftir
edip bize eyle mücazat özün. Dergâh-i hakda senin için yere düşmez sözün. Saili dergâh-ı sen ağa sahip kerem. Hamımız müptela aşık-ı Kerbela. Hamımız aşık-ı Kerbela. Kerbela ya berfayaz, ya berfayaz, ya andı verir seni biz gamleri çok sana. Andı verir seni biz gamleri çok Zeynep'e. Hami ol enveli kes olmaz hemen mezhebe. Xavimik biz hamımız düz yola düz məktəbə. Xavimik biz hamımız düz yola düz məktəbə. Bir murad olsa sənə küz yola qoymaz qədəm. Bir murad olsa sənə küz yola qoymaz qədəm. Hamımız müptelaya aşık-ı Kerbela. Hamımız aşık-ı Kerbela, aşık-ı Kerbela. Ya berfayaz, ya berfayaz, ya Vaceymiş kalemi sahibi meşk o alem. Ceymiş kalemi sahibi meşk o alem. Gelmiş matemün ey kol etenden kalem. Hamımız müptela aşık-ı Kerbela. Ya ben Az ya berfaz ya